Dua nədir? Niyə bu elə bir şeydir ki, sanki bizim üçün bir instinktiv bir şeydir? Məncə ən rasional insan belə, yəni oxumuş bir insan belə, hətta əzab çəkirsə, o zaman aliyə müraciət eləyir. Bəli, məhz belədir, bu doğrudur. Hər şeydən əvvəl biz anlamalıyıq ki, biz müəyyən bir reallığın daxilindəyik və duanın vasitəsilə biz o reallığı dəyişmək istəyirik. Yəni, bizim müəyyən bir başlanğıc nöqtəmiz var, ikinci son nöqtəmiz var və mən dua vasitəsilə bir nöqtədən digər nöqtəyə, bir haldan digər hala gətirmək istəyirəmsə, doğrudurmu? Bəli. Çox gözəl. Bəs mənim indi olduğum bu reallıq nədir? O necə formalaşıb? Və yaxud mən necə istəyirəm ki, o başqa bir reallıqda formalaşsın? Belə olan halda mənə vasitə lazımdır. Yəni, biz Kabala elmində mən sizi indi çox təcrübi bir addıma götürürəm və yaxud qışqırmaq, dua etmək, psixologiya zat barədə mən danışmıram burada. Mən sizə təcrübi Kabaladan danışıram, Kabala elmi barədə danışıram. Mən deyirəm ki, reallıq hansını ki biz indi hiss edirik, o bizim daxilimizdə təsvir olunur. Mən hiss edirəm bütün xüsusiyyətlərimi özümdən kənarda hiss edirəm. Yəni, mənim gördüyüm bütün reallıq əslində mənim daxili xüsusiyyətlərimin, istəklərimin ağ fonda əksidir. Yəni, mən simaları görürəm, təbiəti görürəm, cansız, bitki, heyvanı, insani təbiəti görür, bütün təzahürləri, yəni məndən zahirdə olan hər şeyi görürəm və hiss edirəm. Bu proseslər əslində mənim daxilimdə gedən proseslərin əksidir. Və bu hamıya aydın olmalıdır. Bütün fiziklərdə, psixoloqlarda, bunu anlamaq üçün Einstein olmağa ehtiyac yoxdur. Yəni, hətta aşağı səviyyədə olan insanlarda da hamı bunu artıq hiss edir. Beləliklə, biz reallığı belə qavrayırıq. Yəni, bizim zahirən hiss etdiyimiz əslində biz daxildə dərk edirik. Əksinə, mənim daxilimdə baş verən, mənə elə gəlir ki, bu xaricdə baş verir. Və mən bunlara düzgün münasibət bəsləməliyəm. Yəni, öz egoizmin vasitəsi. Çünki egoizmimi islah etməklə mən o bütün reallığı öz daxilimə gətirirəm. Və buradan biz anlayırıq ki, nəyə görə dua leit-palel, özünü mühakimə etmək adlanır. Yəni özünü Mühakimə etmək, yəni öyrəndiyimizdən mən artıq bilirəm ki, insan əgər dəyişmək istəyirsə, o öz içində pis xüsusiyyətləri dəyişdirmək istəyir. Bəli, dua eləmək özünü mühakimə etmək deməkdir. Və qəbul olunub ki, bu belədir. Yəni, əsas dua qəlbin dərinliyindən gələn duadır ki, sən onu öz qəlbini ona yönəldirsən və s. Bu barədə danışıq. Biz elə demirik ki, insan məsələn, ağaclara, daşlara, ali qüvvələrə, ürək istədiyi bir yerlərə müraciət edir. Biz o duadan danışmırıq. Biz reallığın dəyişilməsi haqqında olan təvəqqədən danışırıq. Ona görə yoxdur məndə sadəcə xoş hallar olsun. Bu bir stəkan viskini götürürəm və qışqırmağa başlayıram. Bu vəziyyətlərdən danışmırıq biz. Biz reallığın dəyişilməsi haqqında olan təvəqqədən danışırıq. Bizim daxili reallığımızın dəyişilməsini istəyirəm ki, bunun nəticəsində mən zahiri reallığı dəyişirəm. Çünki məndən kənarda, zahirdə olan bu mənim daxilimin əksidir.